Selamun aleyküm bey. Aleyküm salam. Dəbbətül ərz nədir? Dəbbətül ərz. Dəbbətül ərz ərəbdən tərcümədə yerdən çıxan canlı deməkdir. Yerdən çıxan canlı. Qur'an-ı Kərimin Ən-Nəml surəsinin 82-ci ayəsinə baxa bilərsiniz. Ən-Nəml surəsinin 82-ci ayəsində Dəbbətül ərzin barəsində Qur'an-ı Kərimdə yerdən çıxan canlı. O insan deyil. Qiyamət yaxınlaşarkən günəş batdığı yerdən çıxarkən yerdən bir canlı çıxacaq. O canlı heyvan surətində olacaq, heyvana bənzəyəcək. 4 ayağı olacaq. Dəvə ayaqlarına bənzər 4 ayağı olacaq. Öküz başına bənzər başı olacaq. Qoç quyruğuna bənzər quyruğu olacaq. Qanadları olacaq. İnsan kimi danışmağı bacaracaq. Həzrəti Musa peyğəmbərin əsası, bir də Həzrəti Süleyman peyğəmbərin möhrü o varlıqda olacaq. Allahın əmri ilə onun bəsirət gözü açıq olacaq. O yerdən çıxandan sonra insanlar iki hissəyə bölünəcək. Kafirlər və möminlər. İndi insanlar qarışıb. Yəni Allah o qabiliyyəti verməyib ki, biz biri-birimizin batinimizi görək. Üzdə namaz qılır. Amma o yanda xalqa düşməndir. Üzdə oruç tutur. O yanda dinsizlik eləyir. Yəni Allah o qabiliyyəti insana verməyib, insanlar biri-birilərinin içərisini görsünlər. Hər insan qeybdən tutsaydı xəbər, dünyada olmazdı rahat bir nəfər. Elədir. Ona görə biz biri-birimizin batinimizdən xəbərimiz yoxdur. Amma o varlıq yerdən çıxandan sonra Allahın əmri ilə onun bəsirəti açılacaq və insanların əməllərini görəcək və insanları tanıyacaq və insanları iki yerə böləcək. O adamlar ki, o adamlara Həzrəti Musa peyğəmbərin əsası ilə toxunacaq, onların üzləri nurlanacaq, onlar cənnət əhli olacaq, onlar möminlərdir. O adamlara ki, Süleyman peyğəmbərin möhrü ilə toxunacaq, onlar kafirlərdir. Dəbbətül ərz budur. Növbəti sualımıza baxaq.